Salam əziz şagirdlər, bugünkü dərsimizdə donor akseptor mexanizmində olan kətin tipli məsələ həllərinə baxacağıq. Birinci sualımız H2O molekuluna bağlıdır. Elektron sayı Y-dir, ümumi elektron sayı Y-ilə işarə olunubdur. Kimyəvi rabitənin əmələ gəlməsində iştirak edən orbitalların sayı. Gəlin birinci elektron sayımızı tapaq. H2O-da olan elektron saylarımızı tapaq. H2O, hidrogenin bir elektronu var, 2 dənədir. Biri vurduq 2-yə. 2 plus 8 bərabərdir 10. Deməli, 10 elektron bərabərdir Y-də. Sonra, kimyəvi rabitə əmələ gəlməsində iştirak edən orbitalların sayı. Baxın, qrafik formulunu yazıram. Burada 2 dənə rabitəmiz var. Kimyəvi rabitəmiz var. Bir rabitənin əmələ gəlməsində 2 elektron iştirak edir. 2 rabitənin əmələ gəlməsində 4 elektron iştirak edəsidir. Burada əmələ gələn rabitələr mübadilə mexanizminin əmələ gələsidir. Mübadilə mexanizminin əmələ gələn rabitəni tək elektronlar əmələ gətirir. Tək elektronlar əmələ gətirir. Tək elektronlar ilə orbital saylarına bərabər olasıdır. Tək elektron ilə orbital saylarına bərabər olasıdır. 4 elektron iştirak elədiyi üçün 4 orbital olasıdır. 4 elektronumuz iştirak edək. 4 elektron olduğu üçün 4 orbital iştirak edəsidir rabitənin əmələ gəlməsində. Bu da olasıdır X. X plus Y. X-imiz 4-dür, Y-imiz 10-dur. Bərabərdir 10 4-ə. Cavab B variantı. Digər sualımız. Kükürt 8 molekulunda kovalent rabitənin mübadilə mexanizmi ilə yaranan elektronlar ümumi elektronların neçə faizini təşkil edir? Mübadilə mexanizmi ilə yaranan elektronlar ümumi elektronların. Gəlin birinci ümumi bütün elektronları tapaq. Kükürdün 16 elektronu var. Kükürt 8 molekulunda da 16-nı vururuq 8-ə. Cavab 128 olur. Deməli, kükürt 8 molekulunda 128 elektron var. İndi bunun elektron formulunu yazaq. Kükürt 8-in 3s2, 3p4. Mübadilə mexanizmində uşaqlar tək elektronlar iştirak edir. Gəlin, indi baxaq. Bu S-in elektron formulu, bu da P4-ün elektron formuludur. Görürük ki, valent elektronlardan 2 dənəsində tək elektron var. 2 orbitalında tək elektron var. Deməli, 2 elektron iştirak edəsidir. 8 molekulunda da 8-i vurasıyıq 2-yə. Cəmi 16 elektron rabitə əmələ gəlməsində iştirak edəsidir. İndi ümumi elektronların neçə faizini təşkil edir? Ona baxaq. Baxın, faiz yazıram yenə. 16 elektron iştirak edir. Ümumidə 128 elektron var. Bu da 12,5 faiz edəsidir. Deməli, mübadilə mexanizmində kükürdün 16 elektronu iştirak edir və bu ümumi elektronların 12,5 faizini təşkil edəsidir. Karbon monoksid molekulunda oksigen atomunun mübadilə mexanizmində iştirak edən elektronların sayı molekuldakı rabitə əmələ gətirən ümumi elektronların neçə faizini təşkil edir? Baxın, karbon monoksid yazıram. Karbonun 2 elektronu, oksigenin 2 elektronu, 2 rabitə mübadilədə əmələ gəlir. Oksigenin boş orbitalı, oksigenin 2 güt elektronu da donor akseptor mexanizmində əmələ gəlir. Deməli, karbon monoksiddə 3 rabitədən ikisi mübadilədə, biri donor akseptor mexanizmində iştirak edir. İndi oksigenin neçə elektronu? 2 elektronu mübadilədə iştirak edəsidir. Oksigenin 2 elektronu mübadilədə iştirak edəsidir. Cəmi neçə elektron var? 3 rabitəmiz var. Cəmi də 6 elektron var. İndi bu 2 elektronun 6-nın neçə faizini təşkil edir? Onu hesablayaq. Bəli, faizini hesablayıram. Oksigenin mübadilədə iştirak edən elektron sayı 2 dənədir.
ümumi elektron sayı 3 rabitəmiz var, 6 elektron eləyir. Vururuq 100-ə. Bu da 3də 1 ədəsidir. 3də 1-imiz də 33,3% təxmini ədəsidir. Cavab B variantı olasıdır burada. Digər sualımız amonium ionuna bağlıdır. Amonium ionun ümumi elektron sayı aynen işarə olunubdur. Donor akseptor mexanizmi ilə yananan rabitələrin əmələ gəlməsində iştirak edən elektron sayı da B ilə. Ümumi elektron sayını tapaq. Birinci NH4-də ümumi elektron sayı adı 7 plus 4. Bir də burada müsbət bir ionu olduğu üçün 1'i çıxasıyıq. Cavab eləyəsidir 10. Deməli 10 ümumi elektronumuz var. İndi bunun qrafik formulunu keçmək lazımdır ki, donor akseptor mexanizmində yaranan rabitəni tapaq. Baxın, indi amonium ionunun qrafik formuluna baxaq. 3 dənə rabitəmiz burada. Mübadilə ilə əmələ gəlibdir. Sadəcə bir rabitəmiz donor akseptor mexanizmi ilə əmələ gəlibdir. Bu rabitənin əmələ gəlməsi bir rabitədir. Əmələ gəlməsində 2 elektron iştirak edəsidir. İndi deyir B, bu da B ilə işarə edirik. B A-nın neçə faizini təşkil edir? B-nin faizi bərabərdir. 2 elektron düzdür. Bir rabitə var. 2 elektron 10 vururuq 100-ə. Bu da cavab eləyəsidir 20%. Deməli, donor akseptorun əmələ gəlməsində iştirak edən elektronlar ümumi elektronların 20%-ni təşkil edir. Cavab